Gəldik. Salam. Nata. Uşaqlar, Bugün halva pişiririk. milli şirniyyatımızı pişiririk. Bence halva bizdə. Halva ne kadar milli şirniyyat? Deyil. Halvanı bizə başa pişirən var. Halvanı yasda pişirirlər. Yox, uşaqlar, halva hər... Milli şirniyyat değil. Halvanı bizimkilər pişirir yasda sadəcə. Halvanı məncə şənlikdə pişməlidir. Yasda, şirniyyat da. Bir Niyə evdə yasda var. pişsin? Evdə xeyli iş oldu, halva pişirir. Evdə nə oldu, halva Niyə getir. halva pişsin? Çox məntiqli düşüncədir. Onu bizimkilər çıxarıb özünə halva yasda pişirirlər. Böyle denememiz de. Milli sayılırdı onu da. Hə, halva necə Onu pişir? diyeyim, halva milli şirniyyat değil çünkü birçok ölkədə var. Hərənin özünə uyğun bir halvası var da. Dolmamız türklərdə başqadır, bizdə başqadır, Qazaxlarda başqadır, Afqanlarda başqadır, İranlarda başqadır, Hindistanlarda başqadır. Hindistanlarda başqadır, Dubayda başqadır. Siz bugün un halvası edirsən. Un halvası yeyir. Yəni umaz eləyənməli, umaza bizim şeyimiz çatmır. Vaxtımız və büdcəmiz. Büdcəmiz də satmır. Umaz eləyə bilərdik. Xam Yox, deyirsən, yox, şeyin çox var. içində Hər çox çətin o su ilə tökməlisən, sərməlisən. Amma mən un halvasını çox sevirəm. Çox qəşəng Başlayaq olur. uşaqlar. Suyanı burada məşq qoyun. Başlayaq inşallah. Hə. Halvanın içine ne gelir değil? Un, su, yağ, Şeker. bir də Onunla bizə şəkər soslu tozunun tapmaq şərbəti ilə bir yerdə. Bugün Elvin Uşaqlar, xeyr, halva həmişəlikdə olmalı. Yəni şənlikdə olsaydı... həm ölənlərimizin, həm şənlikdə olanlarımızın. Bunu qoyun güldürməsən. Olsun da çölə çıxması deyil. Çox da. Yuxalmadıq. Yuxa neysən? Bunu yuxa ilə yeyirlər, yoxsa yuxa ilə yeyirlər? Hamısı halva ilə yuxa olmalı. Yox, bunu qabda yeyirlər. Mən qabda yeyirəm. Sən elə yeyə bilirsən, amma halva ilə yuxa verirlər uşaqlar. Yuxa olur hər bir halva ilə. Başda da sən nəyə Bu görə? yağın hamısını töküm bunun içinə. Yox, özüm doğrayıb qoymuşam. Hamısı tökümdə. Uşaqlar, yağ oradaydı, bura götürdük. Dedik görsən bir yağı görməlisən mütləq. Yağımız adi spread yağ, nə deyirlər ona? Margarin yağıdır da. Margarin. Elvin sen Elvin dirəşi bir kərə yağı yeyir, kərə yağı yeyir. Dedim ki, mən Çərək marqanın fərqi nədir ki? kərə yağını mən halvaya falan görməmişəm. Bilmirəm, Elvin sen demiş ben de pişirmişim ha. mən pişirmişəm heç halva. Onda Bu dedim Mən pişirmişəm bunu, hə, çox dadlı. Yeni nənəm mən pişirmişəm. Bəs o qədər onu yaxmıram. O vaxt pişirirdim, çox dadlı olurdu. Az Bizde de halva deyil. pişirilir ama böyle Ancaq yazsan yasa. yastan əlavə mesela ölenlerden kimse yukarıya falan girirse onun uçları oluyor. Onu bilmirəm, yuxuya zaten. Bizdə yuxuya zaten yeni qəbir üstünə gəlirlər. Heç varırsınız da. Biz xərci zadı saymırıq da yolsuz Getdik zaten. əlavə. Avtobusla gəlirsən də. Yox, mən həmişə qərənfillə gedirik, həmişə. Yadında keçən Biz qızıl dəfə günlə gedirik. Qəbir üstə qərənfinlə gedirlər mən də. də qızıl gündən getmişəm. Yadında bir dəfə şey yemişdim, qızıl getmişəm. Qızıl gün nə işin var sənin qərənfildə? Papan ad gündə şey vermişdim, qəbir üstünə 100 dənə qızıl gül. Hə, 101 eləyərdin də 100-dən. 101 idi də. 101-i qıza verirlər, 100-ü ölüyə qoyurlar. Öləyə qoymurlar. Cütü- 100-dən. 150 qoymayın. 100-dən hədə cüt rəqəm. 100-dən çək deyir ki 100-dən olsun. Cütü şeyler elə. Məsələn, şam falan da boyanda cüt qoymurlar ki, bu diye. Bir de belə bir şey var bizdə, stereotip. 40 yaşı keçirmək olmaz, düşürməzsən. Yox, tam keçirdir. Yəni, əgər keçirməməyin mənası budur ki, 10 dənə, 15 nəfəri çağırmayaq Ayda evimizə. taleyində var, sardı gəldi öləsə. Hə, Alında valla. yazılmış. Sadəcə Bu dallaşmış bir şeydir. absurd bir şeydir. Çox absurd. Boş verin. Neyse, siz keçirəsiniz, tutuyorsunuz inşallah. Burada görüm çatdım. Sadəcə normal ad günümüz keçirəm, bir qaldı. Üzgün gündən keçirdim. Çaş çalan çaş bizi Hə, tapar. Kənan sən deyirsən ki, halvanı ancaq sizdə öləndə pişirirlər. Hə, sizdə də elədir də. Bizdə də elədir, amma kiminsə ürəyi istəyəndə pişirir də. İstəyəndə hazırlanır. Amma Elvin kimi deyir ki, xoş gündə halva pişirmək. Uşaq xoş gün deməm, yəni adi günlərdə də halva pişirmək olur. Zaten hamıdadır. Tamam, yemək haqqında biraz məlumat verək. Halvadan, halva dedim yemək. Nə edir, indi nə olur? Hə, Murad yağı əridir. Yağ əridikdən sonra unla yağı biraz yavaş-yavaş qovurmalıdır və burada şərbət hazırlanır. Niyə qarışsın? Qarışdırma, Niyə bu istifadə edirəm? qarışdırıram. Ümid edirəm ki, bu halva Şərbət qaynasın biraz, qaynayışı zor. Elə aparmaz. Sarı kök almadıq. Sarıkök nə edirsən? Hə, vurmursunuz. Yox. Hə, vurulmur. Sarı rəng olsun. Yox. Şunu göstər səni, xəstəliksən. Hə, Allah'ım olsun. Valla. Sarı, sarı, sarı. Sarı deyiləm ağım bu arada. Eləmi? 200 metr uzaqdan baxmalıdır. Hə. O burundan görsən Allah. Gəl bir sual verirsən, indi ağlıma gəldi.
Bu adet ənənələrdə falan danışırıq da, halva və s. restoran. Sən danışırsan, biz yox. Sizə cavab verirsiniz, məcbursunuz. İndi Onu biz qovdum, sual yavaş veririk yavaş. ki, Azərbaycanda bir adət ənənəni Onu tək, yavaş, az az tək. istəsəz, bu adət ənənə hansı adət ənənə olardı? Yengə xidmət. Var elədi o. Yenge var Normal. ənənədir, amma xidmətinə güldüm mən. Şey görə Az az məsələn, yemişir. insanlar... Ondan samimiyyəsin, qaşqını açmalı, taxtansan get ondan. Məsələn, niyə silmək istəyərdin bu adət ənənəni? Absurd bir şeydir axı. Mən nasıl istəyərdim? Düşünürəm hə. Bilirsən, niyə qapıda yansın, nə Sən istəyirəm? də, yəni oğlan görmür orada. Yengəni artıq şey var. Oğlan özəcək. Yenge bilirsən də niyə durur? Bakira. Hə. Hə. Amma çox mənasızdır məncə. Momo sən də Elvin dediyindən razıyam, mən də silərdim onu. başqa bir dənəsin. Nə bilim, toydan alma nə gəlir görüm. Mən bir dənəsini etsən fikirlər. Mən məsələn xanımın oğlan toy günü belinə qırmızı bir şey bağlanmasını sevmirəm. O niyə bağlılar? Güya bakirə olduğunu bildirmək. Məsələn, 7 oğul isə bir dənə qız Onun gəlirdi. daşıyıcısıdır. Sadəcə o sözlərlə deyilərkən tapılır, amma onu göstərir ki, xanım yəni bakirədir və onun əlamətidir. İlk dəfə eşidirəm Hə, ki, mən bunu heç sevmirəm. Sanki bir qurbanlıq oyun verirlər qarşı tərəfə. niyə bunu qoyundan silmirsən, xanımdan silirsən? Nə? Qurbanlıq qoyunu baxana. O da olmamalıdır da, ikisi Evet. də olmamalıdır. Amma çox absurd bir şeydir məncə. Momo sən fikirləşdin? Fikirləşirəm. Nə bilim. Dediklərinizdə Çox haqlısınız. Yəni işlər, halva mahnımız var, yox. şey xına yaxdı. Niyə məsələn xınayın? Nə Ancaq lazım? xanımların Əlavə xərcdir, Bəlkə bəlkə. sizə xanımların. Əlavə xərc. Niyə kişilər saqqalına vurur xınan bərbərdə? Niyə vururlar? Hə? Hə, mən Niyə də kişilər bəyənirəm. xınan Çox pis saqqalına görsəni. vururlar? Çünki Bu demir, mən vurmasınlar, normal. Rəng qoyarlar, xına nədir qoyursunuz? Yəni rəngi vurmağı okey deyirlər, amma xınanı vurmağı okeydirlər. Amma xına vurursan, rəngi də vurmalısın da. xına vuran qarşısınız. Zaten rəngi dəyişirsən də sən saqqal vurursan. Yox, demək istədiyim odur ki, pis baxmıram. İkisini də vursunlar. Xına çox pis görsən, rəng daha qəşəng görsən. Rəng vuran Yox, dostlarımız da çox var. olmaz. Xına vuran dostlarımız da var. Və xına çox pis görsən. Bilirəm elə başda elə bir nakleyka yapışdırıblar yanağıma. Hə, bu arada bilinir həqiqətən. Çox bilinir, rəngi çox tünd olur. Xınayın özdə bir dənə də xət qoyurlar. Şimsən halva sən. Ha. Və o çox pis görsənir. Yaxşı, bu adətləri silməkdən danışdıq. Bunu dəyişdirib biraz fərqli sual verin. Nə 24 saat ərzində bir rəhbər olsanız dünya üzərində ya da ölkə üzərində. Hansı ölkə rəhbər olarsın? Yox. Nəyi dəyişdirərdiniz? Yəni əlavə eləyərdiniz daha doğrusu. Ölkə qanunlarından gedir söhbət. Yox, ümumiyyətlə, yəni bu sənə buraxıram. Ola bilər ki, şəhərin mənzərəsini dəyişdirmək istəyirsən, ola bilər nəqliyyat. Bu Singapurdakı şey var, saqqızla yer atanların cəriməsi. Aha. Onu Bakıya gətirərdim bax. Nə qədərdir Singapurda? Ayaqqabının altında bir sənə qədər saqqız var. Çox bahadır. Çoxdur bilmirəm, yəni 300-400 dollar bəlkə çoxdur. Oo. Singapurda zaten yaşayış çox bahadır. Cərimələr də yəni yaşayışa görədir də. Məsələn, onu Azərbaycana gətirərdim. Bəs Elvin, sən nəyi dəyişdirmək istəyirsən? Ya da əlavə eləmək istəyirsən? Heç nəyi. Hər şeydən razısan. Razı yeməyi anlamadım sualı. Sonra universitetdə çox. Ha, rəhbərsən ölkə üzərində. Hə, Nəyi əlavə eləmək istəyirdin, gətirmək istəyirdin? Ya qanuna, bizim ölkədən, yəni ümumiyyətcə ölkələrdən. bizim ölkəyə. Düşünürəm edam, Nə? edam. Çox ağır. Bəzən o qədər çox pis şey günah işləyirlər. Onu da istəyirəm. Cəmi edam olsa Ölsün də, qorxarlar. ölüm. Sizin keçən səfər gördünüz, Türkiyədə 4 gün 18 yaş uşaq Hə. yaşayır. Uşağı otağa Füzə var da, uşaq yatır. üzünü neynəsə yandırırlar məktəbdə. İş yoldaşları Spirt töküblər. Hə, spirt töküb, hə. Qapını da bağlayıblar ki, uşaq çıxmasın. Məncə də elələrində edam olmalıdır ki, bu gündə. Dərs götürsün, məncə dərs götürməlidir mütləq. Yaxşı, gətirdiniz. Bir dənə qanunu silin. Ləsqanı silin. Məsələn, nə sizin xoşunuza gəlir cərimələrdən məsələn? Mən birini deyim, taksi şoferlərini çox sıxırlar məncə saxlamaqdan bağlı. Məncə haqlısan. Az öncə məsələn məni götürən taksi cərimələrdir. Rusiyada belədir ki, avtobus zolağını eynisi ilə şeylər də istifadə edə bilir, taksilər. Bizdə də olsa yaxşı olar. Yəni taksini hamı istifadə eləmir də. Yəni 1000 dənə maşın sürülürsə onun 30-40 taksidir də. Düz deyil.
Yo, 1000 dənəyə 40 dənədir uşaqlar. 1000 dənəyə 40 Yox, dənədir. ay Murad. Mən düşünürəm ki, taksi Yox, sürücüləri Dəyişər çox taksi. Avtobus olardı problem. Saxlamaqla bağlı biraz dəyişiklik edə bilərlər. Yəni az öncə mən 80 manat cərimə olunması və 2 bal da əlavə. Nəzər sən nə istəsən? Mən o gün biri deyir ki, mənə cərimə yazsa sən nə yapdın? Necə mən lazım? Məndən istəməsə belə mən təklif eləyərəm ki, yarısını mən verim. Yaxşı. Yox, utanıram uşaq. Kənan təklif eləyərdi. Kənan mən yanında deyildim axı. Olsan təklif eləyəcəkdi. Ha, eləyərdim. Adam mənə görə olub da, yəni. Mənə görə olmuyor. Mənim bir şey yox, bax, mən bu tərəfdə dayanmışdım. Əgər xəritədə mən kolumu ora vura bilirəmsə, demək saxlaya bilər. Ya bunu tərtibi düzəltməli Yox, sonra. vurmamışdım bu arada. Mən fərqli yerə vurmuşdum. Gedib qabaqda saxlamışdı ki, mən buradayım, bura gəl. Elə bir orada klient düşübmüşdü. Dedim, mən bir də dala gəlməyim. Dedim, yaxşı, gözün gəlməyim. Yaxşı gəlməyib. Ya, əslən bəlkə dala gəlsin. O səni apardı həmin adam. Hədə sonra yolda olanda gəldi də zaten. O dəqiqə mesaj gəlir ki, Hə, yəni o yolda. məncə həmin dəqiqə gəlmir axı biraz. Amma mən gördüm. Bəlkə də səni başqa cəriməsidir. Hə. Adam. Sənə dedik sənin cəriməndir. Yox demədi, deyir, bax, həmin yerdə cərimə olur. Gəlmə. Nə? Vecmə. Bir də belə bir şey var ki, xəritədə mənə göstərdi ki, bu qrupluyub gəlməli götürməlidir. Adam qruplamamanın dərdindən orada dayanır. Və bu da mən düşünürəm ki, Öz günahda onu sən nə istəyirəm. Deyəsə öz günahıma sən nə istəyərdin? Hə. Sizə bir sualım var. Hə. Bir insanı tanımaq üçün sizə hansı 3 sual verilməlidir ki, həmin insan haqqında az da olsa bir fikriniz olsun? Mən qız olsaydım, normalda onun işini maraqlanardım, maaşım maraqlanardım. Məsələn, oğlan olsan qızla nə maraqlanardın? Oğlan da. Oğlan olar qız, oğlan olsan demək, oğlan olar. Deyirəm də, dayan. Və maşını zad var, onun evi zad var, onlar maraqlanardım. Sonra xasiyyətlə zamanla tanınır. Oğlan olaraqsa qızla axtaracağım şey. Məncə gözəlliyi olmalı. Gözəllikdir, istifadə etdiyim makyaj şeydir. Çox önəmlidir, mən də düşünürəm. Əgər bahalı makyaj istifadə edirsə, demək ki, alınır. Sonra Nə əlaqəsi var? çöldə özünü aparmağı. Qızların görüşü makyaj önəmlidir. Amma məncə makyajın düzgün istifadə olunması önəmlidir. Bahalı və yaxud da ucuz istifadə olunması. Azərbaycanda hamı düzgün istifadə edir. Yəni görməmişəm. Bizim xanımlar hamısı çox baxılmır, dəyişək Görməmişəm o kimsə pis istifadə eləsin. Yəni tüklər qıpqırmızı. Türklərdən də. Hamı eyni görürsən onlarda. Türklər ümumiyyətlə məncə... Türklər! Hə, Mən tük eşitdim, tük. tüklərdir. Tük, bildiyimiz tük. Dinlədə. Ağdərədir, Şahbəndə yeməklə bağlı bir sual var. Ver. Ömrünüzün axırına qədər bir yemək yeməli olsanız, bu yemək nə olardı? Üspazı da olmaz. Ciddisən? Bizim milli yeməklərdən, hə. Bildi başladı yenə. Biraz çətin sualdır. Murad deyəcək indi, Sushi. yox. Yemək də, yəni sushi yemək deyil. Yemək. Deyil. Japonların yeməyidir, bizim amma appetizer. Azərbaycan deyil. Azərbaycan yeməyidir. Da. Şahbulov. Çox iyrəncdir. Ağır yemək. Bəyəndim. İyrənc, yəni milli ola bilər, amma bəyənmədim yeməkdə. Şahbulov nədir? Dolma. Çox standart. Yarpaq dolması. Elə. Maraqlıdır. Üspazı olmurdu, bəyətmə olmur. Üçbazını da sevirəm, yarpağı daha çox sevirəm. Üçbazını da mən çox sevirəm, pomidorunu daha çox Mən sevirəm. pomidorunu daha çox sevirəm, Allah. Bibərini də sevirəm, badımcanı da sevirəm. Mən badımcan yeyirəm, biberlə pomidorunu yeyirəm. Mən yenə də bibərini yeyirəm. Biberin özünü də, yoxsa da için. Yox. Mən biber yeyirəm. Mən də için yeyirəm. Maraqlıdır ki, bəs içəcək olaraq nə yeyəcəksiniz? Kola. Kola içməyən insan deyil. Şəkərsiz Red Bull, Kola. Bizon yedi. şəkərsiz kola, Bizon Red Bull. Rəhmə almısan bu? Kadefli bizon. Red Bull da almışam, bizon da almışam, amma Şəkərsiz almazsan. daha çox bizon içirəm, Red Bull içirəm, şəkərsiz. Bizonu alıram çox istifadə edəndə də, hansı ki, onunla kokteyl zad düzəldəcəm. Hə, Red Bull-a çox gedir axı. Heç başınıza gəlib ki, dostunuzun sevgilisi sizə yazıb. O qədər. Nə cavab vermirsən? Blokat. Dəqiq. Mən yazmır, 3 dəfə işdir. Məsələn, çox qəribə bir yolmuş görürüm, maraqlı gəldi. Dostum yenə ki olacaq. 2-3 dənə dostum var da, ikisi burdadır. Biri evdədir. Yəni tanışlarımın sevgililəri yazıb, dostlarımın Aynurə. sevgililəri yazmayıb. İndi adım Aynur deyirəm, bu səhv deyir adım. Sən bir Aynurə etməyək. Çünki Aynura deyil. Amma adı Aynurə deyil, əsla. Aynura deyil. Şab, biz yəni bu proyektdə 4-ümüz qoşulmuş, daha doğrusu 5-imiz. Bir kameramandır, bir arxada Kənandır, dostumuzdur. Mənəm, Mumudur, bir də Sametdir. 5 nəfər oldu.
Mən 5 Dörd dedim nəfər də. oldu. 5 dedim. 3 nəfəri Səmətlə 4 olur. Kameraman da 5 tane. Dındır da o. Üzünə bax. Dördündə sənə deyir. O arada gəldi, puslu. Bu arada kameramanımız danışmaq istəmir, o sizə salamlar. Bunu danış. Gəlin video falan gördünüz, üzü düşdü. Uşaqlar bir gün bura Bəli. məşhur çağırsa, Məşhuru. bir məşhur çağırsa, hansı məşhur burada olmasını istəyərdiniz? Bizimkilərdən. Hə, yəni Məşhur buradadır bala. Ay yıxıldı. Məşhur buradadır. Nə bilim. Mədəni Qazi aparır. Elza Seyidza. Yaxım sizin ağzınıza, ağzınızı açım sizin, başım soxum ağzınıza. Çox istəyərəm. Dəhşət çox istəyərəm görüşməyə. Ağzımıza gəlməyəcək qədər. Bu son video, Niyə son məsələn görüş. Can vurdu, nə bilim, söhbətlər falan. Oturub ondan Dünya ancaq danışasan da. əlbəttə Hə. Mən salamlar Elza xanıma. Bəlkə bir gün qabağınızda. Bir yerin qız çıxdı. Dünya əlbəttə. Bir Bir də o. Maral Queen. Hə, Marat Tarizi. Onu da sevirəm. Mahnılar oxuyardı burada. Onun Yanı şey, yavaş-yavaş o tez-tez qovur, tez-tez. onun şey olan vaxtları vardı, Prime. Prime, hə. vaxtları. O vaxtları deyirlər Rast TV-yə deyir, Yeddi vaxt. mənəm deyən Neçə vaxt müğənnilər konserti var? çıxırdı. 8 8 idi, 9 idi. Tamam. Bəs bir dənə müğənni, məşhur deyil, tamam, ikimiz də Elza dedik, bir dənə. Maral dedim, axara nə qulasın. Mən düşünürdüm ki, ayrı arasında köydə deyil olması qərbədir. Aygün də Aygün bir tane var. Aycın kimdir? Gəldim olar. Aygün olan. Böyle yapalım seversin. Kəmalə qala. Kəmalə də var, hə, Marat. Murat qovul yanır o. Altı yapışır. Tez-tez qovulmasın Murat onu dayanma. Deyir. Uşaqlar, sizin dostluğunuzun bitməsi üçün Allah uzaq eləsin. Nə olmalıdır? Muradın pulu Yüksək pul bitməlidir. verməlidir. Çox yüksək Muradın pul. pulu bitməlidir. Tamam, bunlar zarafatçılıq cavablar. Həqiqətən ciddi nə olursa bu dostluq biter. Murad məni cındırıq eləməlidir. Məsələn, cındırığı biraz açsın. Balaca yoxdur, böyük. Neyim dayı? Gündəlik eləyə biləcəyi bir şey yox. Böyük bir cındıq nə deyim, nə bilim. Məsələn, sənin həyatını dəyişdirəcək bir yalanlar. Məsələn, nə edirsən, öcəyi sözünə canlandırım, sonra deyim. Sənin anan atan, həqqan atan deyil. Ya, kimin çocuğu? Sözlər elə həqiqətdən ciddən. Belə bir şey lazım. Yo, mən yenə deyərəm atana, niyə deməyim? Mən böyüdüm, hə. Demirəm deməsən. Deyin ta analizini dəyişdirir falan filan gətirir koyur vesaire. Türk onları çox izləyir bu. Sonra həqiqətləri öyrənir. Kim Türkiye'də oxuyur, ona görə? Anlamam, bir də de. Bax deyək ki, həqiqətən sənə sübut edir ki, bu insanlar sən anlatan deyil, halbuki anlatandır da. Düzür, qoşur hər şeyi falan filan, neysə də səni inandırır. Amma sonra öyrənirsən həqiqətən ki, bu insan yalanla şeyini olduğundan vesaire. Bağışlayarsınız, bu fikrə baxırsınız. Bağışlayaram. 2 saniye. Nə var ya Benim burada? arkadaşım Murad'ı izləyib, Şehzadələri izləməyəni Murad blokdan çıxardır. Şehzadələri izləyib, məni izləməyən mən blokdan Çıxardıram. Ben blokar. Evet. Biraz dincel. Bir de bir video çekiyor. Onda da Səhv danışdım uşaqlar, gözləyim. sen işten gelmiş yolmuş da. Bu tərəfə çək şərbətdir. Mən töküm, yandıracağam. Mən yandırmayacağam. Danışam mən. Əsmanı götürək, hətta olayı yandır. Asla-asla tökürsən sən. Rəxsən tüm mən qarışdırım. Şey yandı üzə. İlahi, Muradla mətbəxdə olmaq çətindir. Murad ilə həyatda dost olmaq çətindir. Qaldı mətbəxdə dost olmaq. Hər gün bir kapriz, hər gün bir... Yanır üstə. Bəsdir. Tez-tez qarışdır. Yanır axı! Yanır! Əlim yanır! Yanır axı, gözlə! Eləyəmişsən mən eləyim də ondan. Eləyirəm axı. Sən demə də yanır. Əlim yanır deyirəm, o yanır deyirəm. Tök. Ağzımı açır da. Bismillah. Hava yanmadı. Yox. Tez-tez qarışdır Murad. Kənarı içərini kənara. Uy da, necə dadda alındı. Sonra baktı bir. Necə qəşəngdir. Hazır dur. Artık. Hə. Nə var? Diyarbəkir yoluna, ey Diyarbəkir yoluna. Düştüm kalktım boşuna, düştüm kalktım boşuna.
Neyse, baxın bu qədər bəsdir. Havamız hazırdır. Meyvə olacaq. Bəli. Şəkər tozu çökdük də. Çevirməz. Qapşam, bu döymüşük. Arasındakı necə olacaq? Buradan pis görsənmir. Daha yaxşı ola bilərdi. Yox, bu belə Özüm olur. elə Olmaz sevdim. deyil axı. ya. Amma çox şey var. Olmaz deyil. İçi dımır-dımır qalmalı değildi bunun. Belə olur. Dımır-dımır. Dama qalır. Dımır-dımır. Dımır. Dama başqa şeydir. Dama göl olur. Diri yəni. Və yağsızdır biraz. Yağı çox az. Yağı az deyil, şərbəti az, amma neysə. Dedim də çox sən deyən su bəs. Mən dedim hə. Demən orada. Dedim mən bilirəm. Mən bilirəm demə. Mən demə Allah aşkına yox, sən pişirsən. Əsas görünüşdür. Tamam, görünüşünü göstərək seyircilərimizə. Baxaq. Qəşəng. Qəşəng. Göstərməliyəm. Gəl. Göstər, xalım yoxdur. Burada. Allah, Muradın içinə bax, bir də Muradın içini göstər, xahiş edirəm. Binada içməkdir bəlkə. Yaşlarına baxmaya düşünürəm. Sizcə hansı qəşəng olub? Yorumlarda yazın zəhmət olmasa. Dad olaraq eyni olacaq, amma görüntü. Nə oldu, bəyənmədi? Boğazdan keçmir. Bu havasıdan. Çox qurudur. Gazı yanırdısa söndürür bir şey olur. Bax, onca yanır. Mən bəyəndim. Özüm işinirsiniz. Bəyəndim, belə olmur. Aha. Bu havası məmsən sən. Demişəm, belə pişirməyəm mən. Necə olur gördün? Dımır-dımır içi, bu necə ola bilər? Yəni, Amma- yemiş qatışdıranda. Hə, çox. Qabra. Un qalıb içərdə. Çok tatlı olur. Deyil. Dadlı deyil, dedim, bəyəndim, amma belə olmur. Amma çox şey. Yaxşıdır. Wow. Bilgəniz o. Halva ürək demək olmaz heç vaxt. Dadlıdır, möhtəşəm, mükəmməldir. Əllərimə sağlıq. Uşaqlar, bir videonun daha sonuna gəldik. Bizi Instagramda, TikTokda, YouTube'da izləməyi, like eləməyi, şərh yazmağı unutmayın. Əziyyət çəkirik, əziyyətimizi yerdə qoymayın. Qoya da bilərsiniz, etmə deyil. Qarfiyə uşaqlar. Elvin ödəyir. Bir dənə uşaq olsun, bir də xoş Bir də xoş olsun. olsun. Hələlik. Bay bay.